Bu həftə qoçlar üçün deyim. Axırıncı həftədir ki, çətinliklər içində, söz-söhbət, mübahisə içində olacaqsınız. Amma sonu yaxşı keçəcək. Buğalar haqqında deyim. Bu həftə müsbət xəbərləri eşidəcəksiniz. Gözəl enerji alacaqsınız. Bütün proseslər sizin xeyrinizə olacaq. Bu həftə əkizlər üçün deyim. Xoşa gəlməz nələrsə ola bilər və özünüzdən böyüklərə hörmət edin. Hətta uzaq səfərdə gözləyir sizi. Yaxşı da olacaq. Uzaq səfərlər sizin üçün uğur gətirir. Xərçənglər, bu həftə işləriniz çox olacaq. Biraz məsuliyyət daşıyacaqsınız. Amma xeyrini də görəcəksiniz. Şir bürcləri, bu həftə ədalətli olun. Uzun müddətdir, biraz ədalətsiz davranırsınız. Bu həftə ədalətli davranın və işləriniz də yaxşı olacaq. Hörmətiniz də daha da çox artacaq. Siz axı hörmətli insanlarsınız. Qız bürcləri, bu həftə sıxıntılarınız ola bilər. Amma siz güclüsünüz. Bu həftə topladığınız güc gələcək üçün çox önəmlidir. Tərəzi bürcləri üçün deyim. Bu həftə sevdiklərinizlə, ailəvinizlə gözəl vaxt keçirdin. Çünki hiss edirəm ki, neçə vaxtdır çox layiq davranırsınız. Əqrəblər üçün deyim. Siz çox qısqanc və çox çalışqansınız. İşiniz çox olsa da belə, istirahətə vaxt ayırın, qonaqlığa gedin, ailənizlə vaxt keçirdin, gözəl günlər keçirdin. Çünki sizin bunlara ehtiyacınız var. İş həmişə var. Ox atanlar üçün deyim, bu həftə ağıllı söhbətlər edin, ağıllı davranın, addımınızı fikirləşin. Axı siz çox ağıllısınız və gözəl motivasiya verirsiniz insanlara. Çalışın, itirilmiş nüfuzunuzu geri qaytarın. Siz həmişə öndəsiniz. Oğlaqlar, bu həftə ağıllı, özünüzdən yaşda böyük, ağsaqqallarla, ağ bürçəklərlə çalışın o insanlarla ünsiyyətdə olun. Siz ağıllı insanlarsınız və özünüzdən yaşda böyük, ağıllı insanların sizə gözəl faydası var. Axşamları da evinizdə keçirdin. Dolçalar, başa düşülməməyiniz sizi stresə salır. Amma buna görə özünüzdə kompleks yaratmayın. Siz həmişə öndəsiniz. Çalışın, hər kəslə müsbət enerji ilə davam edin. Hər şey gözəldir, gözəl də olacaq. Bunu da deyim. Qida və yuxunuza ciddi fikir verin. Balıqlar, bu həftə ümumiyyətlə tək başınıza heç bir işə girişməyin. Özünüzə güvənli bir insansınız. Amma tək başınıza düşünürəm və hiss edirəm ki, heç bir şey əldə edə bilməyəcəksiniz. Həmişə də ağıllı adamlardan möhkəm yapışın. Ağıllı adamların sizə böyük bir faydası var. Yəni, onu demək istəyirəm ki, qazancınız böyükdür.